Yeni klinikada təlimimiz başlayır. Təlimdə kimlər iştirak edəcək? Qərb rayonlarında təbii tabeliyində olan rayon mərkəzi xəstəxanalarında anestezioloji və reanimasyon xidmətinin səviyyəsinin artırılması məqsədi ilə həkimlər, reanimatoloq anesteziyologlar və reanimasiya və əməliyyatxanada anestezist olaraq fəaliyyət göstərən tibb bacılarının yeni klinikaya ezamı başlayıb. Tibb bacılarımıza və həkimlərimizə bir teorik imtahan keçiririk hal-hazırda pretest olaraq. Bu suallardakı nəticələrə görə bir ay ərzində demək həkimlərimiz və tibb bacılarımız bizimlə bərabər iş rejimində iştirak edəcəklər praktik olaraq və praktik vərdişlərin artırılması burada planlaşdırılır. Yanaşı olaraq əlbəttə ki, həftəlik ən ehtiyacı olan mövzularda belə deyək, teorik seminarlar, prezentasiyalar keçiriləcək. Məqsədimiz odur ki, Qərb rayonlarımızda tibbi xidmətin artırılması mümkün olsun.